Sayqa ilə verilişi İnqorokva adına Yüksək Texnologiyalı Universitet Klinikasının, Hindistan Klinikasının, Artex Plasterlarının, Bompani Məişat Avadanlıqlarının, Güvən Taksinin, Düyməcik jurnalının və Azmedia Az saytının sponsorluğu ilə təqdim edir. Sevgi etirafı. Ne göz qaşı eləyirsən ki ona? Yox, biz çoxdandır bir-birimizi sevirik. Bu başqa məsələ. Darıxmışdım da o. Asif Məhərrəmovun duet ortağı kim olacaq? Xanlar kimi çıxmasın. Duet işi elə bir işdir ki, da mən sakit, o biraz pozitiv. Hə? Məşhurlarla duet vacibdirmi? olacaq. Elə mühəndislik şəhərdə ki, ayol Əmoğlu var, iki bacılar. Sən niyə təksən? Onlarla yola getmirəm. Meyxanaçıdan gözlənilməz cavab. Sənətim əslində xalq mahnısı oldu. Sonradan fikrimi dəyişmişəm. Musiqili meyxana ilə başlamışam. Birazdan Sayqa ilə. Təşəkkürlər Eyvaz və Odlar yurdu. Təşəkkür Sağ olun. edirəm və hər kəsi salamlayıram. Sayqa ilə xoş gördük sizləri. İlk qonağımı dəvət eləmək istəyirəm, heç uzatmadan. Mahnılarını çox sevdiyim bir qonağımdır. Ən əsası da ilk, belə deyək, populyar olan bir mahnısı vardı. Onu çox sevirdim və sevdim
beləliklə dostluğumuz da bu mahnının üzərindən yarandı. Beləliklə Asif Məhərrəmli. Xoş gəlmişsən deyirəm və çox şadam ki, yenidən bizim Mən də proqramımızdasan. çox şad oldum sizi görməyimə. Salamlayıram hər kəsi, dəyərli musiqiçilərimizi. Və növbəti qonağımı dəvət eləmək istəyirəm. Növbəti qonağım əslində qalanda qalmaqallarla yadda qalıb. Hətta burada bu ötən verilişlərimizin birində burada da elə bir söz savaşına çıxdılar ki, qonağım o qaldı, qonağım durdu, getdi. Amma hər halda xətrini çox istəyirəm, çox gözəl ifaları var və eyni zamanda fərqliliklə tamaşaçıların da yadında qalıb. Beləliklə Səma. Mən istəyirəm ki, ifan olsun, çünki bugün də sənin bizə yenə açıqlamaların olacaq. Bəli. Bilirəm ki, olacaq. Gözəl bir mahnımız gəlir, yepyeni mahnıdır. Bu Fanı mahnıya xahiş görə edirəm. Məhbə xanımı, minətdarımı bilirəm. Bu gözəl mahnıya görə Məhbə xanımdan salamlayıram. Gəlsin, sevdiyim gələr. Çektin
Təşəkkür edirəm. Mən sənə təşəkkür edirəm. Sevgi etirafı. Niyə göz qaş eləyirsən ki ona? Yox, biz çoxdandır bir-birimizi sevirik. Ha, bu başqa məsələ. Darıxmışdım da ona. Asif Məhərrəmovun duet ortağı kim olacaq? Kəxanlar kimi çıxmasın. Duet işi elə bir işdir ki, da mən sakit, o biraz pozitiv. Hə? Məşhurlarla duet vacibdirmi? olacaq. Elə mən düşünürəm ki, ayol Əmoğlu var, iki bacılar. Sən niyə təksən? Onlarla yola getmirəm. Meyxanaçıdan gözlənilməz cavab. Sənətim əslində xalq mahnısı oldu. Sonradan fikrimi dəyişmişəm. Musiqili meyxana ilə başlamışam. Birazdan sayğı ilə. İllərlə davam edən xəstəliyinə mübarizə aparırsınız? Artıq xərc çəkməyə və vaxt itirməyə dəyməz. Gedəcəyiniz tək ünvan Qoça İngorok adına yüksək texnologiyalı universitet klinikadır. Burada ən müasir avadanlıqlar, ağıllı robot texnologiyaları, böyük qan bankı, rəqibsiz laboratoriya və peşəkar tibb personalı sağlamlığınızın keşiyində dayanacaq. Qoça İngorok adına yüksək texnologiyalı universitet klinikasında bir çox xəstəlik tamamilə sağaldılar. Ünvan Gürcüstan, Tiflis şəhəri, Sinandali 9. Oynaqlarda ağrı, şişkinlik, hərəkət məhdudiyyəti insanın həyat keyfiyyətini pozur. Bu problemləri aradan qaldırmaqdan ötürü artıq Artex ağrı kəsici plastırları sizin xidmətinizdədir. Artex plastırının unikal komponentləri 43 dərəcəyə də isinərək oynaqların qan dövranını yaxşılaşdırır, infraqırmızı şüalara çevrilərək zədələnmiş toxunmaya keçib bərpasını sürətləndirir və fizioloji pozğunluqların aradan qaldırılmasını təmin edir. Artex, ağrısız hərəkət. Apteklərdən soruşun. Hər dəfə sayğı ilə proqramında olan Ulduz 1188 güvən taksi və güvən taksidə yeniliklər var. Yeniliklərdən birini deyim ki, mobil tətbiqdən sifariş edən müştərilərin balansına bonuslar yüklənir və onlar hər hansı bir gedişdən pulsuz istifadə edə bilirlər. Güvən taksidə artıq təcrübəli, sığortalı, təlim keçmiş ayıq sürücülər sizə xidmət edəcək. İşlərimin çoxluğu ilə əlaqədar övladımı vaxtında bağçaya aparıb gətirə bilmirdim. Rəfiqələrimin tövsiyəsi ilə Ulduz 1188 güvən taksinin dayə xidmətindən istifadə etdim. Peşəkar dayələrin nəzarəti altında övladım vaxtında bağçaya gedir. Güvən taksidən müştərilərə şad xəbərimiz də var. Mobil tətbiqdən istifadə edərək müştərilərin balansına bonuslar yüklənir və bu, hər hansı bir gedişdən pulsuz istifadə edə bilər. Güvən taksi artıq təcrübəli, sığortalı, təlim keçmiş, ayıq sürücülər sizə xidmət edəcək. Ən əsası da onlar sizi güvənli şəkildə ünvanınıza çatdıracaq. Qiymətlər də sizin cibinizə münasibdir. Kim 100 il yaşamasa, günah onun özündədir deyiblər. Lakin indiki dövrdə sağlam və uzun ömürlü olmaq o qədər də asan deyil. Şəkər, xərçəng, xolesterol, kardioloji və s. bu kimi xəstəliklərə tüğyan etdiyi günümüzdə sağlamlığınızı necə qorumaq? Daha sağlam yaşamaq üçün hara müraciət edə bilərsiniz? Elə isə diqqətiniz bizdə olsun. Sizə əziyyət çəkdiyiniz bütün xəstəliklərdən qurtarmaq üçün 2009-cu ildə fəaliyyətə başlayan Ingorokva adına yüksək texnologiyalı universitet klinikası köməklik edəcək. Tiflisdə, şəhər mərkəzinin yaxınlığında yerləşən yüksək texnologiyaların tibbi mərkəzi universitet klinikası Gürcüstanın ən böyük xəstəxanalarından biridir. Zaqafqaziyada ilk dəfə xərçəng xəstələri üçün unikal imkanlar, Avropa və Amerika standartları ilə ən yüksək təhlükəsizliyi standartları ilə müalicə də məhz burada həyata keçirilir. Yüksək texnologiyaların tibbi mərkəzi universitet klinikasında çalışan yüksək ixtisaslı həkimlər daim sizin xidmətinizdədir. Sağlam və daha uzun ömürlü olmaq istəyirsinizsə, doğru ünvana, doğru peşəkarlara müraciət edin. Beləliklə, indi isə növbəti qonaqlarımı dəvət eləmək istəyirəm. Elvin Əsədov və Fərid İsmiyev meyxanaçılar. Buyurun. Xoş gəlmişsiniz və mənə rejissorumuz dedi ki, sizin duetiniz var. Bəli, var. Elə isə buyurun. Çox sağ olun.
uzaqda, mən uzaqda. Yarı qoydu eşqimizi, bu ayrılıq üzdü bizi. Qara yazdı sevgimizi, sən uzaqda, mən uzaqda. Yarı qoydu eşqimizi, yarı qoydu eşqimizi. Dön gəl, sənə var ehtiyacım, dön gəl. Tək sən əlacım, dön gəl. Yalvarıram, nə olar gəl. Dön gəl, sənə var ehtiyacım, dön gəl. Tək sən əlacım, dön gəl. Yalvarıram, nə olar gəl. Yalvarıram, nə olar gəl. Necə sevirəm bir bilsən, darıxmışam tez gəlsən. Axı sənsiz özümür ürək, məni yaşadan tək sənsən. Necə sevirəm bir bilsən, darıxmışam tez gəlsən. Axı sənsiz özümür ürək, məni yaşadan tək sənsən. Məni yaşadan tək sənsən. Dön gəl, sənə var ehtiyacım, dön gəl. Tək sənsən əlacım, dön gəl. Yalvarıram, nə olar gəl. Dön gəl, sənə var ehtiyacım, dön gəl. Tək sənsən əlacım, dön gəl. Yalvarıram, nə olar gəl. Yalvarıram, nə olar gəl. Unudulmaz yaşananlar, məni yalnız sevən anlar. İnanmıram ayrılırıq, yox imiş sanki olanlar. Unudulmaz yaşananlar, məni yalnız sevən anlar. İnanmıram ayrılırıq, yox imiş sanki olanlar. Yox imiş sanki olanlar. Dön gəl, sənə var ehtiyacım, dön gəl. Tək sənsən əlacım, dön gəl. Yalvarıram, nə olar gəl. Dön gəl, sənə var ehtiyacım, dön gəl. Tək sənsən əlacım, dön gəl. Yalvarıram, nə olar gəl. Yalvarıram, nə olar gəl. Ay qardaş, qoşa-qoşa dayanmısınız, yalvarırsınız. Dəyərmi o yalvarışa? Xeyr dəyməz. Dəyməz. Xeyr. Məncə də dəyməz. Əyləşin. Siz qohumsuz, dostsuz. Biz dayı oğul desək. Ailə podratı. Əvvəl belə bir şey var idi. Hamı qohum əqraba yığılırdı və biznes yaradırdılar. Sizdə də elə. Bu belə. İndi sizlə söhbət eləyəcək. İndi dönək bu tərəfə. Bax, hamısı gördün ki, kişilərdir də hamısı, oğlanlar, hamısı kişilərdir. Bir dənə xanım müğənni dəvət eləmişəm. Bu uşaqlar oxuyanda, day nəyi var göz qaş elədin? Niyə göz qaş eləyirsən ki ona? Gah belə-belə, gah göz vurdun. Gördüm mən, gördüm. Sıraz bilsən, hər yəni ki, zarafat eləyirdi. Yox, biz çoxdandır bir-birimizi sevirik. Bax, bu başqa məsələ. Açıq danışmağı sevirəm. Oradan bu tərəfə telemost eləmişdiniz, Darıxmışdım da onun üçün.
Mən də darıxmışam. Darıxmışam. Ay Səma. Ürəyim Eləsə canım. növbəti bir qonağımı dəvət eləyəcəm. Bu qonağım çox maraqlı bir qonaqdır. Maraqlı olan hissə nədir? Bəlkə onu mən dəvət eləyim, sonra açıqlamasını verim. Belə ki, Səbinə Abdullayeva. Xoş gördük. Xoş gəlmisiniz. Necəsiz? Sağ olun. Yaxın gəl. Təşəkkürlər. Yaxın gəl, yaxın gəl. Gəl elə bura. O tərəfə baxma, bunlara baxma. Gəl bura. Çünki kimi görürsən, sevirsən. Baxma. Əvvəla xoş gəldin Səbinə. Və nədir ay Səma, sən niyə elə baxırsan? İstəyirsən sən də gəl bura. Gəlim. Gəl, gəl. Gəl bura, sən də gəl bura. Hə? Hə, yaxşı. Necədirlər? Yaraşırlar, yaraşıqlıdırlar, gözəldilər. Elə? Ya mən çəkim, mən çox dökəm. Yox. Oxşayırlar mı bir-birlərinə? Operator gözlüyü ilə baxın, siz zəhmət olmasa yanımda sizsiz. Hə? Asif, bunlar nə bağlayır? Bunlar familiyaları. Hə? Familiyaları. Familiyaları. İnan ki, qan bağlılıqları da var. Bunlar iki bacıdırlar. Bu başqa məsələ. Çox qəribədir ki, Asif, görsən, əmioğlular, iki bacılar, sən niyə təksən? Yoxdur da. Ailədə yoxdur ki. Qohumlarla yola getmirəm. Belənə mikrofonu götür əzizim. İfa elə, görək Səbinə xanımın, Səma xanımın səsi nə dərəcədə oxşayır? Daha gözəl olsa, vay, 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 qırğın onda düşəcək.
Asif Məhərrəmovun duet ortağı kim olacaq? Xanlar kimi çıxmasın. Duet işi elə bir işdir ki, da mən sakit, o biraz pozitiv. Hə? Məşhurlarla duet vacibdirmi? olacaq. Elə mühəndislik şəhərdəki ayol Meyxanaçıdan gözlənilməz cavab. Sənətim əslində xalq mahnısı oldu. Sonradan fikrimi dəyişmişəm. Musiqili meyxana ilə başlamışam. Birazdan Sayğa ilə. Hər dəfə Sayğa ilə proqramında olan Ulduz 1188 Güvən taksi və Güvən taksidə yeniliklər var. Yeniliklərdən birini deyim ki, mobil tətbiqdən sifariş edən müştərilərin balansına bonuslar yüklənir və onlar hər hansı bir gedişdən pulsuz istifadə edə bilirlər. Güvən taksidə artıq təcrübəli, sığortalı, təlim keçmiş ayıq sürücülər sizə xidmət edəcək. Bir ildir Ulduz 1188 güvən taksisinə istifadə edirəm. Təcrübəli sürücülər çox güvənli şəkildə gedəcəm ünvana çatdırır. Hər zaman istifadə etdiyim üçün balansa bonuslar yüklənir və hansısa bir gediş pulsuz istifadə edirəm. Güvən taksidən müştərilərə şad xəbərimiz də var. Mobil tətbiqdən istifadə edərək müştərilərin balansına bonuslar yüklənir və bu, hər hansı bir gedişdən pulsuz istifadə edə bilər. Güvən taksi artıq təcrübəli, sığortalı, təlim keçmiş, ayıq sürücülər sizə xidmət edəcək. Ən əsası da onlar sizi güvənli şəkildə ünvanıza çatdıracaq. Qiymətlər də sizin cibinizə münasibdir. Pompani şirkəti məişət və mətbəx texnikası üzrə ən yüksək səviyyəli ixtisaslaşmış Avropa istehsalçılarından biridir. Bizim istehsal sahəmiz İtaliyanın Modena şəhərində yerləşir. Şirkət məişət və mətbəx avadanlıqlarının istehsalı sahəsində 50 ildən artıq ənənəyə və çoxillik təcrübəyə, başqa sözlə, məişət və mətbəx texnikasının istehsalında konsolidasiya imkanlarına və ənənələrinə malikdir. Ünvan Həsən bəy Zərdabi küçəsi 138, telefon 012 480 13 13 070 555 41 51. Hər birimiz gündəlik olaraq saytlara daxil olur, orada dünyada və ölkədə nələr baş verdiyini öyrənməyə çalışır. Əlbəttə ki, bu məlumatların içərisində yalan informasiyalar az olmur. Məhz buna görə də doğru məlumatları əldə etməyin yeganə yolu azmedia.az saytıdır. Qaynar xəbərlərin təhrif olunmadan və bütün sahələrə aid ən son xəbərlər azmedia.az saytından oxuya bilərsiniz. Bu səbəbdən bizim də seçimimiz azmedia.az saytıdır. Sayğa ilə verilişinin media təşkilatçısı azmedia.az saytıdır. Oğlanlar və qızlar, xəbəriniz var? Düyməci uşaq jurnalı görüşünüzə gəlir. Burada siz əlifbanı, saymağı, ingilis və rus dillərini öyrənəcəksiniz. 60 səhifəlik jurnalın hər sayında ibrətli nağıl, şən tapşırıqlar, ölkələrə səyahət, planetlərlə tanışlıq, heyvanlar və bitkilər barədə məlumatlar, analara məsləhət, texnoloji yeniliklər də var. Düyməci oxuyun. Jurnalın içində 16 səhifə rəngləmə, çoxlu hədiyyə kuponları da var. Siz indi ifa eləyəndə soruşdum, deyir ki, siz lap çoxdan ifa eləyirsiniz. Bəs nədən öz-özü reklam eləməmisiniz və yaxud da ki, efirlərə filan, yəni ki, daha böyük səhnəyə gəlmək istəməmisiniz? Yox, həvəsdən düşmə oldu da, bir müddət həvəsdən düşmə oldu. Biraz gözdən düşdü, yəni biraz belə həvəsdən... Bu mahnının müəllifi kimlərdir? Bu mahnı türk mahnısıdır, Linet oxuyubdur. Türkiyənin çox gözəl səsə malik olan müğənnisidir. Bir çox onun musiqiləri var. Özün üçün, yəni sırf sənə aid olan müəllif mahnıları var mı? Var, mənə var, aid mənə olan mahnıları var. Amma yəni yenə də deyirəm, elə ki, Səma xanımın tərkibi ilə mən biraz... Belədir. Aydındır. Sizin ifa elədiyiniz mahnının aranjmanı kimə aid idi? Aranjmanı Yusif Xaliqoğlu. Razısınızmı aranjmanla? Bəyənilir, yəni hələ ki pis olmuyor. Demədik pisdir, heç bir əziyyət çəkilən işə pis deyilməz. Amma razısınızmı dedim. Bəli, biz razıyıq. Səndə necədir işlər? Şükür Allah, məndə yaxşıdır, qaydasındadır. Meyxana məclislərinə gedirsənmi? Gedirəm Sayğa xanım. Bilirsiniz də, mən elə əvvəl meyxana janrında çalışırdım, fəaliyyət göstərirdim. Amma belə meyxana məclisləri də olur ki, gedirəm orada. Yəni toylarda yox. İndi bəzi dostlar var, tanışlar var ki, onların məclisində, onların kampaniyasında meyxana... Meyxanaçılar ən çox ciyər axşamı filanı çağırırlar, o yerlərə. Bəli. Orada deyirlər, qəşəng dəyişmələr olur. Prosta kişi məclisi deyilən bizim xəbərimiz yoxdur. Bəli. Amma sizin yaxşı xəbəriniz olar. Tez-tez mi gedirsiniz siz? Bəli, biz əslində çox vaxtı rayonlara çağırırlar. Rayonlar... Hansı istiqamət? Cəlilabad tərəf?
fərqi yoxdur. Masallı, Cəllabad. Aha. Ən çox Şəki. Çox vaxtı aran zonalarına gedirik. Ha. Orada dəyişmələr filanlar olur. Xeyr, dəyişmək. Dəyişmək yox. Ancaq birbaşa meyxanalar. Bir qafiyə tut deyirlər də o sözə. Ona görə mən tut sözünü işlətdim. Məsələn, o ab-ı havaya mı uyğun olur? Ümumiyyətlə, gündəlik həyata mı uyğun olur? Yoxsa sadəcə ürəyindən gələn bir sözü deyirsən və bundan ardı gedir? Mənim üçün maraqlıdır bu məqam. O baxır vəziyyətə məncə. Məsələn, elə olur ki, kimsə tutaq qafiyə fikirləşən anda, üzr istəyirəm qardaşlar, sual vermişsiniz. Üçünüzdə də, ona görə üçünüzdə də cavab vermək istəyirəm. Olur ki, kimisə sözündən tutursan, həmin vaxtı qafiyə yaranır. Amma elə də olur ki, ya hazırlanmış qafiyə ilə də gələnlər olur. İndi baxır orada vəziyyətə də, yəni o qafiyə çox vaxt vəziyyətlə əlaqəli olur. Yəqin ki, qardaşlar... Bu havadan da ola bilər ki, ürəkdən gələn bir şey. Bir neçə veriliş bundan öncə Tərlan Novxanlı mənim qonağım idi. O dedi ki, biləndə, bilməyəndə bir mahnı oxuyur və yaxud ona yaxınlaşdırır neysə bir şey. Deyirlər ki, bu musiqili meyxanadır. Birinci mənim sənətim əslində xalq mahnısını olub. 5 il məktəbini oxumuşam. Sonradan fikrimi dəyişmişəm. Niyə bəs fikrini dəyişdin? Çünki bu maraqlı gəldi mənə. Hə, sadəcə maraq. Yəni, özün onda tapır da, yəni. Və siz özünüzü harada tapdınız? Mən də elə bu əvvəldən musiqili meyxana ilə başlamışam, amma yeni başlamışam. Səbinə xanım, yaxşı, siz dediniz, çox çətin idi səhnəyə gəlmək filan, amma içinizdə o sevgi, o istək var idi. Amma həmin müddətdə nə iş gördünüz? Yəni, o yeyib, içmək, dolanmaq üçün nə iş görürdünüz? El şənliklərinə gedirdim əslində. Hə, xınalara gedirdim, bax, belə bir şey. Yəni, elə bilir... Xınalara gedirdiniz, özünüzün, yəni, qrupunuz var idi, gedirdiniz, yoxsa gözləyirdiniz ki, məsələn, xınalara kimsə dəvət eləsin, gedəsiniz? Xuraman xanımla işləmişəm mən, aktrisamız. Bir müddət onunla işlədim və sonra el şənliklərinə getdim, belə ifalarımı belə oxuyurduq da, belə bitər. Yəni, həvəsdən düşmüşdük, həvəsdən öldürmüşdülər. Səma xanımın, bacımın istəyi ilə biraz belə mənə tilk elədi ki, ayol, biraz... Gəl, görək nə olur ondan sonra. Məsələn, bir çox müğənnilər var ki, onlar çox populyar olanda, çox ünlü olanda, onlar ailədən olan digər bir müğənniyə qarşı, yəni müğənni çıxacağına qarşı biraz qısqanclıq olur. Uzun müddət ya kənarlaşdırır, ya hansı başına başqa işlə qarışdırır. Biz əvvəl bir yerdə oxumuşuq da bacımla, qrupda oxuyurduq əvvəl. Balaca uşaqları qrupda oxuyurduq. Biz çoxdan bir yerdə oxumuşuq. İnşallah yeni bir mahnı gələcək, Səbinə xanımla bir yerdə duyet olacaq. Bizim verişə gəlib oxuyacağıq. Niyə də olmazsa? Yəni ki, ekskluziv bizdə olacaq. Gözləyəcəm. İnşallah gələcək. Səma, elə səndən bir ifa alaq. Gözəl bir türk mahnısı gələcək. Dünən yazdırmışam, gecə. Hə, ekskluziv. Karşılaşmayız, belki de bir daha görüşemeyiz, ayrılmayız, ayrılmayız. Bir gülü sevdim, bir seni sevdim, bir mevsimlikmiş seninle aşkımız. Gel etme desem, kal gitme desem, hiç faydası yok, ayrılmalıyız. Bir gülü sevdim, bir seni sevdim, bir mevsimlikmiş seninle ayrılmalıyız.
aşkımız. Gel etme desem, kal gitme desem, hiç faydası yok, ayrılmalıyız. Senin gözlerin yaşlı, benim yüreğim yaslı. Bu aşkta bir umut kalmadı artık. Seni bir başkası bekliyor artık. Ayrılmaz, ayrılmaz. Bu aşkta bir umut kalmadı yazık. Seni bir başkası bekliyor artık. Ayrılmalıyız, ayrılmalıyız. Bir gülü sevdim, bir seni sevdim. Bir mevsimlikmiş seninle aşkımız. Gel etme desem, kal gitme desem, hiç faydası yok, ayrılmalıyız. Bir gülü sevdim, bir seni sevdim. Bir mevsimlikmiş seninle aşkımız. Gel etme desem, kal gitme desem, hiç faydası yok, ayrılmalıyız. Teşekkürler. Deyirəm ki, bax. Lalışka, Axır ki, Lalışka. Lala xanım gətirdi, çatdırdı. Çox Mən gözəl. yaxından çək də, zəhmət olmasa. Gör nə Lala gözəldir. xanım işləri, əl işləri çox gözəldir. Hə, bu da yaşıl rəngdir. Yaşıl Məndə də rəngdə var. heç nəyim yox idi Taxmamışam mən. bugün prosta. Hə. Yadımdan çıxdı. Təşəkkürlər əlbəttə sənə və təşəkkürlər bu gözəl dəstə görə, bu gözəlliyə görə Lala əzizim, mən sənə təşəkkür edirəm. İndi isə mənim üçün maraqlıdır nə? Siz özünüz sözləri yazırsınız, mahnıların sözlərini yazırsınız. Başqaları sizə, başqa müğənnilər sizə müraciət edirmi? Yəni sözlər yazmağa? Mahmud Mikailli meyxanası. Aha. Ona öz minnətdarlığımı bildirirəm. Çox sağ olsun. Çox vaxt o mənə kömək edir. O köməklik edir. Yaxın qardaşımdır. Buradan da salamlayıram özüm. Yaxşı edirsiniz, əcəb edirsiniz. Biz də salamlayırıq. Təşəkkür edirəm və mən çox istəyərdim ki, indi siz yalnız duet oxuyursunuz, yoxsa ayrı-ayrılıqda da? Ayrı-ayrılıqda. Elə isə, siz baş, elə sizdən. Zəhmət olmasa mikrofonu və görək tək-tək oxuyanda necədir? Aranjmanlar yenə bir-birini oxşayacaq ya yox? Sənin ürəyin çətin artıq insafa gəlsin. Sonunda bildim ürəyim daşdı vəfasız. Sən öz xoşluğunla məni tərk elədin. Bəs niyə indi gözlərin yaşdı vəfasız? Sən öz xoşluğunla məni tərk elədin. Bəs niyə indi gözlərin yaşdı vəfasız? Mən sənə öz ürəyimi vermişdim həyatım. Sevgimi yerdən yerə vurdun, niyə getdin? Səni sevməkdən başqa neynəmişəm mən? Söylə mənim qəlbimi qırdın, niyə getdin? Mən sənə öz ürəyimi vermişdim həyatım. Sevgimi yerdən yerə vurdun, niyə getdin? Səni sevməkdən
özgəsi ilə ailə qurmuşam. Məni sən uzaqdan görəndə odlanacaqsan. Mən necə bu sevgidə aldandım azalım. Vaxt gələcək sən də bir gün aldanacaqsan. Mən necə bu sevgidə aldandım azalım. Vaxt gələcək sən də bir gün aldanacaqsan. Mən sənə öz ürəyimi vermişdim həyatım. Sevgimi yerdən yerə vurdun, niyə getdin? Səni sevməkdən başqa neynəmişəm mən? Söylə mənim qəlbimi qırdın, niyə getdin? Mən sənə öz ürəyimi vermişdim həyatım. Sevgimi yerdən yerə vurdun, niyə getdin? Səni sevməkdən başqa neynəmişəm mən? Söylə mənim qəlbimi qırdın, niyə getdin? Çətin mənim dərdlərimə çarə taparsan. Səni ürəyimdən əbədi silmişəm artıq. Daha geri dönmənə də axtarma vəfasız. Ürəyimi bir özgəyərə vermişəm artıq. Daha geri dönmənə də axtarma vəfasız. Ürəyimi bir özgəyərə vermişəm artıq. Mən sənə öz ürəyimi vermişdim həyatım. Sevgimi yerdən yerə vurdun, niyə getdin? Səni sevməkdən başqa neynəmişəm mən? Söylə mənim qəlbimi qırdın, niyə getdin? Mən sənə öz ürəyimi vermişdim həyatım. Sevgimi yerdən yerə vurdun, niyə getdin? Səni sevməkdən başqa neynəmişəm mən? Söylə mənim qəlbimi qırdın, niyə getdin? Hind təbabəti möcüzəsi ilə qarşılaşmaq istəyənlər uzağa getməyə ehtiyac yoxdur. Sadəcə Hind klinikasına gəlməyiniz yetər. Klinikamızda ginekologiya, andrologiya, kardiologiya, nevropatologiya, akupunktura, pediatriya, terapiya, ümumi və damar cərrahiyyəsi, endokrinologiya, urologiya, hepatologiya, gastroenterologiya, qulaq-burun boğaz, dəri zöhrəvi, stomatologiya, kosmetologiya və digər tibbi sahələr üzrə ixtisaslaşmış peşəkar həkimlər çalışırlar. Mütəxəssislərimiz illərdir ki, unikal metodlarla bir çox xəstəliklərin müalicəsini uğurla həyata keçirir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyamız isə dəqiq diaqnoz və müalicəni təmin edir. Keyfiyyətli xidmət göstərdiyimizdən çoxsaylı yerli və beynəlxalq mükafatlara layiq görülmüşük. Hind klinikası, sağlamlığınız etibarlı əllərdədir. Oynaqlarda ağrı, şişkinlik, hərəkət məhdudiyyəti insanın həyat keyfiyyətini pozur. Bu problemləri aradan qaldırmaqdan ötürü artıq Artex ağrı kəsici plastırları sizin xidmətinizdədir. Artex plastırının unikal komponentləri 43 dərəcəyə də isinərək oynaqların qan dövranını yaxşılaşdırır, infraqırmızı şüalara çevrilərək zədələnmiş toxunmaya keçib bərpasını sürətləndirir və fizioloji pozğunluqların aradan qaldırılmasını təmin edir. Artex, ağrısız hərəkət. Apteklərdən soruşun. Ulduz 1188 daim istifadə etdiyim taksi şirkətidir. Zəng eləyirəm, vaxtında gəlir və vaxtında da ünvana çatdırır. Çox sərfəlidir və sizə də məsləhət edirəm ki, Ulduz 1188 taksi şirkətindən istifadə edəsiniz.
Güvən taksidən müştərilərə şad xəbərimiz də var. Mobil tətbiqdən istifadə edərək müştərilərin balansına bonuslar yüklənir və bu hər hansı bir gedişdən pulsuz istifadə edə bilər. Güvən taksi artıq təcrübəli, sığortalı, təlim keçmiş, ayıq sürücülər sizə xidmət edəcək. Ən əsası da onlar sizi güvənli şəkildə ünvanınıza çatdıracaq. Qiymətlər də sizin cibinizə münasibdir. Düyməci jurnalı haqqında danışmaq istəyirəm. Burada uşaqlar üçün, rəylənmələr üçün gözəl səhifələri var. Sonra gördüyünüz kimi burada nağıllar var. Bir də burada İngilis və Rus dilində həddindən artıq çox sözləri öyrənmək üçün və 2 yaşdan 8 yaşa qədər olan uşaqlar üçündür. Bilirəm ki, hamınız subaysınız. Mən bunların hər ikisini sənə vermək istəyirəm. Nəyə görə? Çünki bilirəm ki, səndə maşallah 3 oğlandır da. 2 oğlan, 1 qız. 2 oğlan, 1 qız. Düyməci jurnalını böyük marketlərdən 4 azeynə ala bilərsiniz. İndi isə sizdən bir ifa mən istəyirəm. Sənin sündüyünü hardasan, o qədər darıxmışam, fikr edirəm. Hardasan, de hardasan, hardasan, xəyalım hər gecələr səni düşünür. Hardasan, bu ürəyi təkcə sənin sündüyünü hardasan, o qədər darıxmışam, fikr edirəm. Hardasan, de hardasan. Özgəsinə dəyişdi, necə tərk eylədi, özündə bilmədim. Xəyanət etmədim, ankorluq etmədim, onu mən çox sevib, ürəkdə gizlədim. O isə dəyişdi, özgəsinə dəyişdi, necə tərk eylədi, özündə bilmədim. Hardasan, xəyalım hər gecələr səni düşünür. Hardasan, bu ürəyi təkcə sənin sündüyünü hardasan, o qədər darıxmışam, fikr edirəm. Hardasan, de hardasan, hardasan, xəyalım hər gecələr səni düşünür. Hardasan, bu ürəyi təkcə sənin sündüyünü hardasan, o qədər darıxmışam, fikr edirəm. Hardasan, de hardasan.
Asif, duet məsələsinə sən necə baxırsan? Özüm inşallah fikirləşirəm bu yaxınlarda ola bilsin ki, Şəbnəm Qəhrəmanova ilə ola bilsin bir yaxşı bir iş alınsa duet oxuyacaq. Sən çox sakit, çox belə amma Şəbnəm mən çox istəyirəm Şəbnəmi, amma çox çılğın, hərəkətli, dinamik. Belə yaxşıdır da mən sakit, o biraz pozitiv. Dinamik. Və onda yəqin mövzu da belə olacaq da ki, dözürəm sənin bu şıltaqlığını, çünki sevirəm səni. Nə vaxta kimi zat, belə şeylər. Nə zamana kimi belə şıltaq olacaqsan, elə? Görək də indi inşallah. Artıq bizə ssenari yazıldı, hazırdır, qaldı indi aranjmanzat məsələləri. Biz də uca layihəni hazırladıq. Hazırladıq, Şəbnəm hazırdır. Belə sənə təklif eləyənlər varmı ki, məsələn, Asif sənlə duet ifa eləyim? Mən bilirəm, keçən il bilirəm, var idi, amma nəysə oxunmadı. Bu il də var, bu il də olub. Sadəcə, indi nə bilim, hər adamla deyəndə belə yekəxanlar kimi çıxmasın. İndi tanıdığımız adamla, məsəl üçün, daha yaxşıdır da iş görmək. Duet işi elə bir işdir ki, yəni hər mahnı hər səsə düşmür. Düzdür, mahnını hər adam oxuya bilir, amma hər səsə düşməmək söhbətləri var. İndi ola bilər ki, hansısa bir mahnını yazarıq, o ən gözəl səsli xanımın səsində səslənməz. Amma mən Şəbnəmlə inşallah fikirləşdiyim duet onun səsinin tembrininə uyğun olan bir şeydir. Özüm yazacam sözündə, musiqisində. Uğurlar, təşəkkür. Elə qəşəng dedi, uğurlar arzu edirəm. Duet oxumaq istər misin Səbinə? İstedadı var. Oxumaq olar, nə olmur ki? Elə bildim, xalq artisindən danışım. İstedadı var, qəbul eləyərəm, baxarım. Asif yazıb belə baxır ki, bu nə bəladır, düşmüşəm Allah. Yəni sənəti var. Biri var ki, sənəti olmayan bir insan ifa eləmək, biri var ki, sənəti var, ürəyi var, ifa eləmək niyə də olmasın ki? Səbinə, elə isə zəhmət olmasa, indi bir ifa elə. Sintezator buradadır. Bəli. Və sintezator ifaçınız adını da yazıb üstünə. İslam Tovuzlu, deyil mi? Amma əslində İslam Rızayevdir. Amma tək o deyil, ansamblimizdə bir 4 Rızayev var. Bir başqa məsələ, bunlar 2 bacıdırlar. Asif, dayı oğlu, bibi oğlu. Bəs mən bu qardaşları niyə göstərmirəm? Axı biz bu verilişdə bu 2 yaraşıqlı qardaşı niyə göstərmirik? Niyə təqdim eləməmişsən indiyə qədər? Qohumlar imkan verir. Bugünkü mövzumuz, sən demə, tamam ayrı şey düşünürdüm, amma qohumluq əlaqələri oldu. Özümü tənha, mən də özümü tənha hiss edirəm, narahat olma. Elə isə buyur əzizim Səbinə xanım ifanıza. Canlı. Dur, mənə su gətir. Oğlum, sənə neçə dəfə dedim, bunu boşacına, bundan sənə arvad olmayacaq. Ayana, yenə başladın da, bəsdir də. Ayıbdır, eşidər. Oğlum, mən də istəyərəm, mənim də nəvam olsun. Ay mama, mən də istəyərəm ki, uşağımız olsun. Neyniyək? Olmur da. Həkimlərə getmişik, müalicələr etmişik. Mən istəmərəm ki, olsun uşağımız. Kənan, bəlkə maman düz deyil, ayrılaq. Hara? Sağ olun. Mən bilirəm, onu hara aparacam. Övlad həsrətinə son qoymaq istəyirsinizsə, gedəcəyiniz ünvan şübhəsiz Hind klinikasıdır. 2004-cü ildən Bakı şəhərində fəaliyyət göstərən Hind klinikasında müxtəlif tibbi sahələrdə ixtisaslaşmış həkimlər çalışır. Onların sayəsində minlərcə xəstə Hind klinikasında şəfa tapıb sağalmışdır. Tibb elmləri namizədi ginekoloq Dr. Rajani de Mello sonsuzluğu və ginekoloji xəstəlikləri özünə məxsus metodikası ilə müalicə edir. Onun unikal metodikası 2001-ci ildən bəri İngiltərədə, Malayziyada, Cənubi Afrikada, Fransada, Estoniyada və Almaniyada təsdiqlənmişdir. Androloq və damar cərrahı Dr. Ronald de Mello'nun kişi sonsuzluğu, prostatit, uretrit, kişi cinsi zəifliyi müalicələrində unikal metodları var. Oynaqlarda ağrı,
Şişkinlik, hərəkət məhdudiyyəti insanın həyat keyfiyyətini pozur. Bu problemləri aradan qaldırmaqdan ötürü artıq Artex ağrı kəsici plastırları sizin xidmətinizdədir. Artex plastırının unikal komponentləri 43 dərəcəyə də isinərək oynaqların qan dövranını yaxşılaşdırır, infraqırmızı şüalara çevrilərək zədələnmiş toxunmaya keçib bərpasını sürətləndirir və fizioloji pozğunluqların aradan qaldırılmasını təmin edir. Artex, ağrısız hərəkət. Apteklərdən soruşun. Oğlanlar və qızlar, xəbəriniz var? Düyməcik uşaq jurnalı görüşünüzə gəlir. Burada siz əlifbanı, saymağı, ingilis və rus dillərini öyrənəcəksiniz. 60 səhifəlik jurnalın hər sayında ibrətli nağıl, şən tapşırıqlar, ölkələrə səyahət, planetlərlə tanışlıq, heyvanlar və bitkilər barədə məlumatlar, analara məsləhət, texnoloji yeniliklər də var. Düyməcik oxuyun. Jurnalın içində 16 səhifə rəngləmə, çoxlu hədiyyə kuponları da var. Əsl İtalyan məişət avadanlığına sahib olmaq istəyirsinizsə, Bompani mağazasına üz tutun. Rəngarəng və retro stilli soyuducular, super dizayna malik qaz plitələri, əsl İtalyan sobaları, sürətli yumaya malik paltar yuyan maşınlar, paslanmayan polad kranlar, əsl İtalyan moykaları. Bütün bunlar yalnız Bompani'də. Hər gün eyni xəbər saytlarına daxil olmaqdan bezmisiniz? Yazılan yanlış xəbərlər sizi məyus edir? O zaman sizi ən son xəbərlərin tək ünvanı olan AzMedia Az saytına dəvət edirik. Siyasətdən show biznesə, müharibədən cinayətə, sağlamlıqdan texnologiyaya, idmandan valyutaya, məlumatlanmaq istədiyiniz hər bir mövzuda sizə kömək edə biləcək tək sayt.
teşekkürler. Canlı İrfan'ın bambaşka bir yeri var. Əlbəttə, mən İslam Rızayev sizə təşəkkür edirəm. Ansambldəki bütün Rızayevlər və digər familiyada olan hər kəs. Ailəvi dostluq. Neçə illərdir çiyin-çiyinə birgə işləyirik. Yəni, təmənnasız dostluq. Həmişə sənəti var olsun. Amma çox böyük dostluğunuz var. Elə olmasaydı, Səbinə xanım ayaq üstə sizin haqqınızda danışmazdı. Bəli, çox dəyər verirəm. Sizin haqqınızda ayaq üstə danışdı. Buyur, əyləş əzizim. Çox sağ olun. İslam haqqında mən də bir söz Buyur. istəyirəm. Düzdür, Odlar Yurdu qrupunda ansambılda öz Bəli, sözünü demiş bəli. sənətkarlardır o heç. Amma İslam da cavan olmağına baxmayaraq həqiqətən yaxşı musiqisidir. Əlbəttə, təşəkkür edirəm İslam sizə və Odlar Yurdu. Həqiqətən ki, od kimi ifaçılar. Sizə təşəkkür edirəm. Xoş gəlmişsiniz Nailə xanım. Baxın, hər proqramda bax bu Artex'in bu belə deyək də isidici, ağrı kəsici plastırları mənim əlimdə olur və bunun bir neçə belə deyək xeyirli onurğalarda olan filan bunlardan danışıram. Amma sizin qədər nümayəndəsi qədər mən danışa bilmərəm. Buyurun. Çox sağ olun bizə danışmağı, yəni ki şərait yaratdığınıza görə təşəkkür edirəm və Artex Plaster haqqında mən də qısaca məlumat çatdırmaq istəyirəm. Ümumiyyətlə Artex Plaster özü fiziki bərpa üçün yeni bir fizioterapevtik vasitədir və bu fizioterapevtik vasitənin hazırlanmasında qabaqcıl innovasyon texnologiyalardan istifadə edilib və Artex Plaster istilik yaradıb orqanizmə ötürmək üçün heç bir yan enerji mənbəyinə ehtiyac duymur və plasteri aktivləşdirmək üçün əlbəttə ki, paketi açmaq və bunun hava ilə təması kifayətdir və bundan sonra Artex Plaster 12 saat ərzində fizioterapiya funksiyasını yerinə yetirir. Fizioterapiya da bizə ən qədimdən məlum olan müalicə və profilaktik sahələrdən biridir. Fizioterapiyanın əsas məqsədi insan orqanizmini az yükləməklə xəstəliyin müalicəsində yüksək nəticə əldə etməkdir. Fizioterapiyanın əlbəttə ki, növləri müxtəlifdir. Bura hava vannaları, mineral sular, sonra masaj, palçıq vannaları, istilik və soyuq təsirləri aiddir. Artex Plaster isə özündə 3 fizioterapiyanı birləşdirir. Bura infraqırmızı şua terapiyası, elektromaqnit terapiyası və istilik terapiyasıdır. Artex Plaster özü toksik deyildir, heç bir yan təsir göstərmir və tərkibində olan 30-dan çox insan orqanizmə xeyirli olan minerallardan ibarətdir. Və 12 saat 12 saat əlbəttə ki, ağrı nahiyəsində. Biz məsələn fizioterapiyaya gedirik. 1 saat biz orada fizioterapiya alırıq, elə deyilmi? Bəli. Bu isə 12 saat, biz öz işlərimizlə məşğul olduğumuz halda 12 saat o da belə deyək də, hansı nahiyə, onurğa filan, hansı nəyə vurmuşuqsa, orada öz işi ilə məşğuldur ki, sağaldır. Bəli, Artex Plaster, yəni ki, biz müəyyən tibbi müəssisələrdə 1 saatlıq fizioterapiya, siz dediyiniz kimi alırıqsa, bu bəzi xəstəliklərdə bizə kifayət etmir. Və hətta biz müəyyən, yəni ki, xəstəxanalar ya bir müəssisələrə getməyə çətinlik çəkirik, işdən, dərsdən icazə almalı oluruq. Bu da bəzən olur ki, biz fizioterapiyanı davam etmirik və müalicənin effektivliyini zəiflətmiş oluruq. Artex Plaster isə bu cəhətdən də bizə əlverişlidir. Yəni 12 saat ərzində özü fizioterapiya prosedurunu yerinə yetirir və bu bizim iş fəaliyyətimizə, həyat tərzimizə heç bir yan təsir... Bu təzyiqə filana da mı kömək eləyir? Əgər məsələn osteoxondroz filan deyilən bir şeylər olur da? Ümumiyyətlə Artex Plaster özü ağrı kəsici, yəni isitmə plastırıdır. Yəni onun təzyiqə biz deyə bilmərik. Amma heç bir əks təsiri yoxdur? Əks təsiri yoxdur, əlbəttə ki. Kimdə indi bir ağrılar, onurğada filan da ağrılarınız var? Var mı? Var, məndə var. Nə var? Onurğada
Kürəkdə duzlaşma, ağrılar. Paketi aktivləşdirmək üçün, yəni plastırı aktivləşdirmək üçün açmaq kifayətdir ki, açan kimi o artıq bu öz fəaliyyətinə başlayır, bəli. Çox gözəl olaraq ki, bunu kimsə, yəni ki, yolda ümumiyyətlə, yəni adam özü yox, şəxs özü yox, kimsə kömək eləsin. Ağrı nahiyəsinə kip şəkildə belə plastırı qoyuruq. Otuzdururuq və sonra qanadlardakı, yəni yapışqanları çıxardırıq və kip oturmasına və belə bu 12 saat ağrı nahiyəsində qalır. Mən özüm də şəxsən bu plastırdan istifadə elədim. Mən də onurğadan, buradan, bu hissədən istifadə elədim. Həqiqətən də 12 saatdan sonra, bundan mən çıxartandan sonra özümü tamamilə çox rahat və yaxşı hiss eləyirdim. Təsəvvür edin ki, mənə birini hədiyyə vermişdilər. Hələ də o, məndə ikisi qalır. Nədən? Çünki ehtiyac duymadım. Baxmayaraq ki, bir sutkadan sonra yenidən istifadə etmək lazımdır. Belə ki, indi sizin sözünüzə qüvvət. Mən bir şeydə tamaşaçılara çatdırım ki, bütün bunların hamısını siz, yəni sadəcə Artex plastırı deyərək apteklərdən müraciət edə bilərsiniz. Hər hansı bir aptekdə olmazsa sifariş verirsiniz, gün ərzində gətirirlər. Təşəkkür edirəm gəldiyinizə görə, amma yəni gəlmişkən də bizim Asifin ifasını dinləmək istəməzsiniz. Çox gözəl. Gəlin elə mənlə birlikdə bunu saxlayın zəhmət olmasa. Siz birdən Asifin ifasını dinləyək, amma ondan öncə mən hər kəsə təşəkkür eləmək istəyirəm. Proqramımızın artıq sonudur. Belə ki, bugünkü saç düzümüm, makiyajım Ay studiyaya aiddir. Anjelika xanım, Aysel xanım, mən onlara təşəkkür edirəm. Təşəkkürlər və bu da onların nömrəsi, deməli 050 999 77 79. Təşəkkürlər Ay Studiya və əlbəttə ki, geyinmə görə hər zamanki kimi əvəzsiz olan Nərgiz Butika təşəkkür edirəm ki, hər yaşa, hər dəbə uyğun onlarda geyimlər və aksesuarlar var. Təşəkkürlər və Eney Optik təşəkkür edirəm. Orada nəinki gün eynəkləri, hətta optik eynəklər, istədiyiniz optik eynəklər də əldə edə bilərsiniz. Və təbii ki, biraz bundan öncə Səma ilə biz təşəkkür elədik Lala xanıma, lala.əl işləri. Bax elə Instagramdan girə bilərsiniz, onun əl işlərini görə bilərsiniz və özünüz üçün də sifariş verə bilərsiniz. Təşəkkürlər sizə, Sayğı ilə proqramın tamaşaçılarına, Odlular Yurdu Ansamblın və sizin hər birinizə uğurlar arzu edirik. Bütün qohumlar, əqrabalar, hamınız elə 2 dənə belə deyək də qohum əqrabası olmayan bizik və biz də sizinlə sağollaşırıq gözəl bir ifa ilə. Buyur. Oynaqlarda ağrı, şişkinlik, hərəkət məhdudiyyəti insanın həyat keyfiyyətini pozur. Bu problemləri aradan qaldırmaqdan ötürü artıq Artex ağrı kəsici plastırları sizin xidmətinizdədir. Artex plastırının unikal komponentləri 43 dərəcəyə də isinərək oynaqların qan dövranını yaxşılaşdırır, infraqırmızı şüalara çevrilərək zədələnmiş toxunmaya keçib bərpasını sürətləndirir və fizioloji pozğunluqların aradan qaldırılmasını təmin edir. Artex, ağrısız hərəkət. Apteklərdən soruşun. Oğlanlar və qızlar, xəbəriniz var? Düyməci Uşaq jurnalı görüşünüzə gəlir. Burada siz əlifbanı, saymağı, ingilis və rus dillərini öyrənəcəksiniz. 60 səhifəlik jurnalın hər sayında ibrətli nağıl, şən tapşırıqlar, ölkələrə səyahət, planetlərlə tanışlıq, heyvanlar və bitkilər barədə məlumatlar, analara məsləhət, texnoloji yeniliklər də var. Düyməci oxuyun. Jurnalın içində 16 səhifə rəngləmə, çoxlu hədiyyə kuponları da var. Əsl İtalyan məişət avadanlığına sahib olmaq istəyirsinizsə, Bompani mağazasına üz tutun. Rəngarəng və retro stilli soyuducular, super dizayna malik qaz plitələri, əsl İtalyan sobaları, sürətli yumaya malik paltar yuyan maşınlar, paslanmayan polad kranlar, əsl İtalyan moykaları. Bütün bunlar yalnız Bompani'də.
Sayqa ilə verilişi İnqorokva adına Yüksək Texnologiyalı Universitet Klinikasının, Hindistan Klinikasının, Artex Plasterlarının, Bompani Məişat Avadanlıqlarının, Güvən Taksinin, Düyməci jurnalının və Azmedia Az saytının sponsorluğu ilə təqdim etdi.